Əyilən görmüşəm, əyilməyən başları, sular duruldu, gördüm dibindəki daşları. Çərxi fələk istəyir lap dolana tərsinə, əqidəmi heç nəyə dəyişmərəm mən yenə. Qonağım sevə-sevə bu bəndi söyləyir. Qonağım isə millət vəkili Siyavuş Novruzovdur. Xoş gördük sizi. Xoş gördük. Necəsiz? Sağ olun, çox sağ olun. Təşəkkür ederim. Bəxtiyar Vəhabzadənin şeiridir, bəli, və sevə-sevə bayaqları da qeyd elədim ki, bu şeiri söylüyorsunuz, amma bir balaca siz dəyişmiş formada. Dəyişmiş formada. O artıq özünə məxsus söylüyorsunuz. Özünə məxsus bəli. Bir gün siz də o masanı tərk edəndə sizin də ardınızca həmin insanlar danışacaq. Aydın məsələ, pulsuz insanlığı alsam mı sanırsın? Təhsil Nazirliyinin proqramı ilə test komissiyasının proqramı başqa-başqa. Dindən danışırsınız, elə bizim həcilərimiz var ki, bir çoxları zina etməyi sevirlər, dini bilə-bilə. İmkanı olanlar hər biri evə gətirirmi pulunu? İmkanlı adamlar istəmir dünyaya uşaq gətirsin. Elə deyir, bu yolla bir adamı tapaq, uşaq bizimdir, qutardı getdi də. Qadın kişiyə bir dayaqdır. Kişiyə ən düzgün yolu göstərən onun həyat yoldaşıdır. Dostunuz çoxdur, düşməniniz? Demək olar ki, dostumun sayı hesabı yox. Acı doyuzdurmaq istəyirsənsə, ona balıq ver. Heç vaxt ac olmamasını istəyirsənsə, ona balıqçı toru ver. Siz indi seçkilərinizə balıq verirsiniz, yoxsa balıqçı toru? 5 manat pul qazanırsınız, amma xalqın tərbiyəsini pozursunuz. Tapşırırsan onu Allaha. Allah da onun cəzasını əvvəl-axır verir. Amma yaşamaq da oradan da çətindir və ən gözəl günləri insan hələ yaşamadıqlarıdır. Əyilməyən başlar niyə əyilir? Kim əyir o başları? Niyə məcbur olub başımızı bəzən əyirik? Bilirsiniz, hər şeyin göstəricisi zamandır. Zaman elə bir resursdur ki, o zaman dövründə hər kəsin mövqeyi ortaya çıxır. Ola bilir ki, insan bugün bir mövqedə olur, sonra mövqeyin dəyişir. Amma zaman bunların hamısını tənzimləyir, göstərir ki, kim axıra qədər əqidəsinə sadiqdir, əqidəsinə sadiq deyil. Görürsən ki, bu insanlar necə deyirlər, o başları əyilmirdi, ondan sonra zamanın dövründə gəlir, elə çatır ki, əyilir o başlar. Mövqeyi dəyişmək, əqidənin dəyişməsi deyilmi bəzən? Əlbəttə, əqidənin dəyişməsi, əqidə elə bir məsələdir ki, əqidə hər an dəyişə bilməz. Əqidə bir olmalıdır. Əvvəldən axıra qədər. O mənim prinsipimdir. Başqasının ola bilər, başqa cür prinsip var və biz görürük ki, nə qədər əqidəsini dəyişənlər var. Bəzən yanıldığımızı da bilirik axı. Yəni bir insana inanırıq və sonra yanıldığımızı hiss edib, o zaman mövqeyimizi də dəyişirik, əqidəmizi də. O tamam, onu gərək əvvəlcədən planlaşdırasan ki, bu adam kimdir? Mümkündürmü insanları tanımaq? Olur, çox vaxt olur. İnsanlarla işlədikcə insanların xüsusiyyətlərin, xasiyyətlərini öyrənirsən və dərhal o hardasa özünü göstərir, mütləq göstərir onu və ondan sonra bəlli olur bu məsələlərin hamısı. Bir çox hallarda gedənin dalıca danışılır. Yıxılanı baltalayırıq. Dost olduğumuz insan, çörək kəsdiyimiz insan dönüb gedirsə, onun da ardınca danışırıq. Bu zaman əqidəmizi dəyişmiş oluruq, yoxsa? Yox, bilirsiniz, adətən gərək insan belə addımları atmasın. Bu psixologiya bizdə Sovet hökuməti dövründən qalıb. Yəni ki, birini çıxardanda başlayırdılar, hamı tənqid eləyirdi, o qədər günah tapıb yıxırdılar onun üstünə ki, az qala Kennedy-ni də öldürübdü və s. Yəni, belə şeylər çox olur. İndi də biz onun şahidi oluruq ki, belə hallar baş verir. Yəni, gedənin dalınca heç vaxt danışmazlar. Əgər sözün varsa, o olanda de o sözü. Üzünə deyə bilirik sözü? Baxır insanla. Yəni, mən məsəl üçün, bütün fəaliyyətim dövründə birbaşa demişəm. Yəni, dalca danışmaq mənim
xasiyyətimə uyğun deyil. Siyavuş müəllim, heç olubmu ki, hər hansı bir məclisdə əyləşmisiniz, 5-6 nəfər, biri o masanı tərk edəndə digərləri başlayıblar onun ardınca danışmağa. O saat o modda olan şeydir. Dəbdədir, özdə kişilər qeybəti sevirlər. Dəbdədir və dəfələrlə mən demişəm ki, o adamın haqqında mənim yanımda danışın və yaxud da ki, o adam orada yoxdur. Başlayırlar danışmağa, olub dəfələrlə bu hal. Düşünmürsünüz ki, bir gün siz də o masanı tərk edəndə sizin də ardınızca həmin insanlar danışacaq. Aydın məsələdir və ona görə mən deyirdim ki, o insanlar artıq bilirsin ki, hər dəqiqə qidəsini dəyişə bilər. İnsanlara etibar edirsiniz? Baxır kimə. Özünüz özünüzə etibar edirsiniz? Əlbəttə. Təbii ki, günahsız belə deyək də insan yoxdur, bəşər övladı yoxdur. Hər kəsin olur ki, günahı da olur, səhvi də olur və bu səhvlər bilirsiniz ki, bağışlanan səhvlərdir. Yəni, insan əgər öz günahını dərk eləyirsə, öz səhvini dərk eləyirsə, o bağışlanandır. Amma dərk eləmirsə, o günahın üzərini biraz da əlavə eləyirsə, artıq o bağışlanmaz bir səhvə yol verir və bu səhvlər getdikcə sayını artırır, sırasını artırır, sıra genişlənir və sonra onu düzəltmək çox çətin bir prosesə çevrilir. Dostunuz çoxdur, düşməniniz? Demək olar ki, dostumun sayı hesabı yoxdur Azərbaycanda. Həm orta məktəbdən başlamış, hərbi xidmətdə olanlar, institut dostlarımız. Onlar hamısı dostdur, yoxsa tanışdır? Yox, tanış, bir yerdə tutalım oxuduğum da var, amma içərisində böyük hissəsi dostlarımdır ki, bugünə qədər də biz bir yerdə əlaqə saxlayırıq. Partiya yoldaşlarımız var, dostlarımız var. Nə qədər bir partiyada xidmət edirik, 30 ildən artıq da eyni partiyada qulluq edirik. O insanlar var. Parlament üzvləri var. Məsələn ki, onlar belə tanış da var, amma yaxın dostlarım da var. Parlamentdəki bir yerdə fəaliyyət göstərir. Yəni var, bütün ictimaiyyətin digər sferlərinin yazıcısı da var, şairi də var, rəssamı da var. Bunların içərisində idmançısı da var, adi fəhləsi də var, belə deyək, fermeri də var, biznesmeni də var, müxtəlif cürdür, vəzifədə işləyəndə. Dost kimdir? Dost deyirlər, ikinci mənəm. Belə bir fikir var. Bu saydığınız insanlar hamısı ikinci siz ola bilirlərmi? Onların da kateqoriyaları var da, hansı kateqoriya ikinci sən ola bilərsən. Həzrət Əli deyib ki, cahil dostdansa ağıllı düşmənə güvən. Bəli. Siz nə deyirsiniz? Tamamilə doğuludur. Demək olar ki, Mövlamız Həzrət Əlinin də və Peyğəmbərimiz Məhəmməd Mustafanın da bu barədə çox gözəl sözləri var. Bir gün Peyğəmbərimizə buyururlar ki, filan kəs səni öldürmək istəyir. Deyir ki, o məni öldürə bilməz. Deyirlər, niyə öldürəmir? Deyir, mən axı ona yaxşılıq eləməmişəm. Yəni, görürsən ki, bəzən səni öldürən, necə indi biz qədim Romaya geçsək, Sezarı birinci arxadan vurut verdi. Bəli. Bəzən görürsən ki, yəni bağışladığın insanlar, bəzən görürsən yaxşılığın elədiyin insanlar vurudun rolunu oynayır. O zaman dostlarınızla hansı mövqeyini, hansı prinsiplə münasibəti qurursunuz? Güvənirsiniz sona qədər, yoxsa hardasa biraz... Mən güvənirəm. İnsan gərək təmiz və pak olmalıdır. Əgər hər şeyi biz yuxarıdan idarə olunduğunu düşünürüksə, ilahi tərəfindən idarə olunduğunu tapşırırsan onu Allaha. Allah da onun cəzasını əvvəl-axır verir. Düzdür, olur, gec olur biraz, uzun çəkir, amma elə cəza verir ki, o onun altından heç vaxt çıxa bilmir. Deyirlər, həyatda 3 şeyə güvən yoxdur. Bilirsiniz nəyə? Buyurun, görək. Pula, vəzifəyə və qadına. Mən elə düşünməzdim. Siz nə deyərdiniz? Düşünməzdim. Mən hesab edirəm ki, pula güvən var? Güvənmək də olar, güvənməmək də. Bilirsiniz, pulla hakimiyyət ikisi bir yerdə zəhərli maddədir. Hakimiyyəti götürürsənsə puldan imtina eləməlisən, pulu götürürsənsə hakimiyyətdən.
Yəni bunlar ayrı-ayrı şeylərdir. Yəni bu çox bir fəlsəfi bir məsələdir. Yəni insan bir yerdə işləyirsə, hər ikisinin dalınca qaçırsa, təbii ki, siz dediyiniz o puldan heç bir xeyir Bizdə gəlməyəcək. imtina etmək bacarığı varmı? Çox azdır. İkisindən də yapışırlar, hə? İkisindən də Vəzifədən də, yapışırlar, puldan da. üçüncüdən də yapışırlar, qadından. Qadından da yapışırlar. Ümumiyyətlə, pul nədir sizin üçün? Pul bir, mən həmişə deyirəm ki, bəşəriyyətin ən böyük kəşfi puldur. Pul olmasa təyyarə düzəltməzlər. Düzdür ki, təyyarəni də kəşf edirlər, amma nəyin hesabına? Pulun hesabına da. Onu alırlar, gətirirlər. Pul olmasa silahlar ola bilməz. Ona görə də bəşəriyyətin ən böyük kəşflərindən biri puldur ki, bizdə bir atalar misalı var, deyir ki, pul açmayan qapını heç kəs aça bilməz. Yəni, bizim atalarda və bir də fikir var ki, o işi pulla görə bilmirsənsə, onu da çox pulla görə bilərsən. Yəni, düşünürsünüz ki, siz də, atalarımız doğru deyib ki, bir işi pulla görə bilmirsənsə, daha çox pulla görərsən. Olur görmək. Bəzi hallarda olur. Amma olmadığı məqamlar da var axı. Olmadığı məqamlar, o prinsipal insanlardadır. Yəni, bəzən kimsə xəstələnir, kimsə xəstə olur, bu yaxınlarda şahidi də olduq. Milyonların olsun, kömək edə bilirmi? Yox, o başqa bir şeydir, tamamilə. Yəni, elə şeylər var ki, ona heç kəs kömək edə bilməz. Yəni, biz nə qədər dünyada tanınmış insanlar var ki, ondan daha çox pulları var, nə qədər pulları var. Mən Azərbaycanda tanımışam, nazirlər olub, neçə dənə nazir, pul heç biri onlara xəstələnəndə kömək eləmir. Əslində dediyim odur ki, deməli pulun da açmadığı qapılar var. Var. Atalarımız yanılıb da bəzi məqamlarda. Bəzilərində görünür, bəzilərində. Siyaj müəllim, niyə başqasının pulunu saymağı sevirik? Adətən bu bir ənənə kimi yaranıbdır. Məsəl üçün, görürsən ki, pulunu da başlayırlar saymağa, evini də başlayırlar saymağa, yaşayış tərzini də başlayırlar qeyd eləməyə. Amma əslində Allah ona qismət eləyibsə bu şeyi, qismət eləsin. Əgər o düzgün deyilsə, onun hardasa bir xatası çıxacaq, özü gətirib çıxardacaq onu. Bilirsiniz, pulla davranmaq çox ağır məsələdir. Hər adam pulla davrana bilmir. Bir misal da var, deyir, bir adamı yoxlamaq istəyirsənsə, ona pulla vəzifə ver. Bir çoxları bu sınaqdan çıxa biliblərmi? Çıxa bilmir, çoxları. Çoxları çıxa bilmir. Siyaj müəllim, bəlkə də pulu olmayanlar başqasının pulunu sayır, yoxsa pulu olanlar da sayır? Elə pulu olanlar da sayır. Ki, mənimki ondan niyə azdır? Siz deyirsiniz ki, maaşı, məvacibi aldın, aparıb evə verməlisən. Bəli. Sonra kimdən götürürsünüz o pulu? Xərcləmək üçün. Bilirsiniz, indi kart sistemidir də, o köhnə qaydada deyil ki, artıq evə vermirsiniz də, kartınızda olur. Kartda qalır, lazım olanda çıxardır. Xərcləyirsiniz. Bəli. Ümumiyyətlə, tez-tez belə bir fikir səsləndirilir. Sizin deyəcəyiniz sözlər mənə maraqlıdır. Nə dərəcədə doğru fikirdir, nə dərəcədə yanlış fikirdir, mən bu barədə heç nə demək istəmirəm. Ümumiyyətlə deyirlər ki, pulsuz kişiyə heç həyat yoldaşı da hörmət etmir. Siz nə deyərsiniz? Sabirin şeiri yoxdur, deyir, pulsuz kişi insanlığı asan mı sanırsa? Sabir, Mirzə Ələkbər Sabir bunu deyib, amma elə deyil, əksinə. Bu artıq son dövrlər biraz dəbə minib, belə deyək də, çox çalışırlar ki, pul gətirsin. Amma düşünmür ki, bu pulu hardan gətirsin? Bu pulun gərək bir mənbəyi olar ki, gətirə çıxarda. İşlədiyi əmək haqqıdır və salam. İmkanı olanlar hər biri evə gətirirmi pulunu? Ata oğluna borc verəndə aparır notariusda qeydiyyatdan keçirdir ki, sənə borc verirəm, falan vaxtı qaytarmalısan bir çox ölkələrdə. Məsələn, Azərbaycanda elədir ki, tək
o adam məsələn evin övladısa atasına da baxır, anasına da baxır. Və görürsən ki, çətin vəziyyətdə olan bacısına da baxır və yaxud da bacısı uşağının götürək ki, təhsil haqqını da ödəyir və s. Çünki hamı gəlir Ata-ana üstün. dünyasını dəyişəndən sonra nə baş verir? Ata-ana dünyasını dəyişəndən sonra yenə deyirəm, ailədir də. İndi bu ailənin Hərədə bir cürdür. Adətən mal-mülk üstündə belə bir dava da düşür. O da çox böyük Azərbaycanda problemdir. Demək olar ki, elə bir vəziyyətə gətirib çatdırırlar ki, məhkəmələrdə olurlar ancaq. Qardaşlar, gəlinlər arası, belə deyək də, qardaş-bacı arasında və o atanın, ananın övladına saxladığı əmlakın başına elə oyun gətirirlər ki, axırda heç birinə qismət olmur. Dünyanın malı dünyada qalır. Dünyada qalır. Bir zamanlar millət vəkili olaraq aldığınız əmək haqqıdan narazı olduğunuz məqamlar olub, artırılmasını da istədiyiniz anlar olub bir neçə il bundan əvvəl. Nəyə pul çatmır? Bilirsiniz, hərdən hamı, deməli, bütün bu gün Azərbaycanda ancaq millət vəkillərinin əmək haqqısını sayırlar. Sizcə niyə? Onu hələ mən dərk eləyə bilmirəm ki, bizdən çox əmək haqqı alanlar da var. Sonra pul qazananlar da var. Niyə ki, onlarınki sayılmır, ancaq millət vəkillərincidir və ən çox da deməli bu sahədə indi lap bir gün dəvət eləyərik, bir qəbul günü siz gələrsiniz, baxarsınız. Hər bir komitə sədri və yaxud da deputat deməli 20 nəfər, 25 nəfər insan qəbul edir. O əmək haqqının belə hesab eləyən ki, 50% bizim deyil. Biri dərmandan ötəri müraciət eləyir, biri rayona qayıtmaqdan ötəri müraciət eləyir, biri kiçik məbləğdir. Amma üst-üstə gələndə 20 adam olanda gör hansı məbləğə gətirir, çıxardır. Özdə əmək haqqının alınma tarixini onlar bizdən yaxşı bilirlər, hansı vaxt alınacaqdır. Əmək haqqı ayın neçəsi verilir. Baxın, bir Yapon atalar sözü var, belə deyək, misalı var da, deyir, acı doyuzdurmaq istəyirsənsə, ona balıq ver. Heç vaxt ac olmamasını istəyirsənsə, ona balıqçı toru ver. Siz indi seçkilərinizə balıq verirsiniz, yoxsa balıqçı toru? O balıqçı toru istəmir də, balıq istəyir. Balıq istəyir. Balıq istəyir. Gətirir uşağı ilə götürək ki, qucağında deyir, indi bu dəqiqə bu qan dəyişməlidir. Məsəl üçün, bir misal göstər. Qan vurulmalıdır, qiyməti bu qədərdir, o az qanlılıqdır da, belə bir şey. Mütləq yola salmalısın. Talasemiya olur. Yəni, onun axı tibbi sığorta var, tibbi sığorta ödəyir. Niyə sizə müraciət edirlər? Təzə başlayıb tibbi sığorta, amma deyir ki, bu dəqiqə olmalıdır. İndi bu dəqiqə tibbi sığortaya get, olmasa deyir ki, dünyasını dəyişəcək və yaxud ağır bir komaya düşəcək bundan sonra. Həddindən artıq belə şeylər çoxdur, yəni müraciətlər çoxdur və çalışırıq ki, biz də maksimum dərəcədə aradan qaldıraq. Həll edə bilirsiniz? Əlimizdən gələni eləyirik. Müvəqqəti həldir, yoludur da. Yoludur. Və ona görə də biz, bax, hələ dünən də müzakirə aparıldı. Bu ünvanlı sosial yardım verilir də, bilirsiniz. Onunla əlaqədar mən keçəndə məclisdə də məsələ qaldırmışdım ki, ünvanlı sosial yardım ilə əlaqədar biz bunu bir müzakirə eləyək, görək bu nəyə aparır və 1000-ə yaxın insan ünvanlı sosial yardım alır, təxminən 500 manat civarında. Amma bu ələ baxımlığı olur. Mən ona gətirirdim. Ələ baxımlığı olur. İnsanlar işləmək istəmir artıq. Yəni bir il aldısa, bu gərək öz işin qura və yaxud da ki, təsərrüfatla. Bir il sənə yardım eləyirlər. 500 manatla iş qurmaq mümkündürmü? Yox, indi 500 manat verilir ki, sən dolanışığı təmin eləyəsən. Amma sən yavaş-yavaş həyatyanı sahən var, torpaq sahən var, işləməlisən, orada nəsə əhməlisən, becəmdə əlavə gəlirlərini tədricən gəlir və yaxud da gəlib bir peşə öyrənməlisən. Bizə müraciət edirlər. Peşə məktəbləri varmı bugün? Peşə məktəbləri çoxdur, indi çox xeyli açılır. Niyə hamı bəs universitetlərə gedir? O artıq başa düşülmür. Bizdə o bir şeydir, o problemi də mən sizə deyəcəm, xəstəlikdir. Deyirəm ki, gəlmisən, yaxşı, bir ilə mən kömək eləyəcəyəm.
pul hissə yaxşı verərik də, rektorla danışıram, xahiş edirəm ki, nəzərə alsın. 3 ay da birbaşa ödənilmək hərəsinin bilirsiniz, institutun bilir. Deyirəm ki, bax, sən görürsən ki, sən ailənin imkanı yoxdur. Düzdür, sənədləri təqdim edəndə özələ niyə təqdim edirsən? Orada yazırsan da ki, ödənişliyə niyə təqdim edirsən? Nəyə güvənirlər? Elə oxu ki, ödənişsə düş, əlavə stipendiyada təqaüd alıcıdan indi təqaüdlər verilir. Sonra orada, məsələn, mən çox tələbə tanıyıram ki, bugün dərsdən sonra işləyirlər, onlar gedirlər müxtəlif kafelərdə, başqa yerlərdə, heç də belə çəkinmirlər. Həm ailələrinə kömək edirlər, həm elə olur ki, özlərinin o təhsil haqqını toplayıb verirlər. Deyirəm, bəs niyə yazırsan? Bax, bunu niyə görür? Yazdım ki, ancaq mən də şeyə düşəm, instituta düşəm. Ancaq budur. Bizdə, məsəl üçün, onu çox fikirləşmirlər ki, o instituta yaxşı düşdüm, amma gərək orada oxumaq da lazımdır. Orada yaxşı kadr kimin qutarmasına sabah yenə iş tapa bilməyəcəksiniz. Yaxşı kadrlara bugün iş var? Var. Yaxşı kadrları axtarırlar. Siyaj müəllim, 5 manatı tərəzinin bir gözünə qoysaq, tərbiyəni digər gözünə qoysaq, hansı ağır gələcək? Niyə bu sualı verirəm sizə? Siz deyirsiniz 5 manat pul qazanırsınız, amma xalqın tərbiyəsini pozursuz. Yəni bu halda hansı ağır gəlir tərəzinin gözündə? İki şey ümumiyyətlə istər valideyn, istər dövlət, istər hər bir müəllim bir tərbiyəni saxlamalıdır övlad üçün, bir də təhsili. Əgər ona düzgün tərbiyə və düzgün təhsil verə bilsə, o özünə pul qazanacaq. Tərbiyəni ancaq ailədən, valideyndən öyrənirikmi? Onların düşdüyü mühit, onların dostluq elədiyi şəxs, onları planlı şəkildə yoldan çıxartmanın biz nə qədər şahidi oluruq ki, xüsusi insanlar işləyir ki, əgər görürlər ki, bir adamın nisbətən biraz imkanı varsa, həmin uşağı öz tərəflərinə çəkib tamam başqa istiqamətə yönəltməyə də çalışırlar. Yəni, düzdür, hüquq mühafizə orqanları bunlara qarşı ciddi mübarizə aparır, amma onunla yanaşı biz rastlaşırıq ki, bax, bu cür addımlar atılır. Ona görə də tək evdə, ailədə deyil, evdən ailə ilə yanaşı məktəbdə, universitetdə, o cümlədən yaşadığı məhəllədə, o cümlədən dostluq etdiyi şəxslər arasında, hansı klublara gedir, məsələn, idman klubudur, ondan sonra götürək ki, əyləncə klubudur, orada, hər bir yerdə bu məsələ ön planda olmalıdır. 2 övladınız var. Bəli. Bir oğlan, bir qız, yadımdıramsa. Oğlunuz universiteti bitirib yoxsa? Yox, oxuyur. Qızınız da hələ məktəbdədir, 7-ci sinifdədir. 7-ci sinifdədir. Təhsildən razısınız məktəblərdə? Razıyam. Mənim övladlarımın ikisi də deməli Azərbaycan məktəblərində, adi məktəbdə təhsil alır. Adi məktəbdə təhsil alır. Yəni mən xüsusi məktəbə... Hansı məktəbdə oxuyur qızınız? Gizlin deyilsə. Liseydə oxuyur, Avropa liseyində oxuyur. Oğlum da 134 nömrəli məktəbi bitiribdir. Repetitor tutmuşdunuz oğlunuza? Amma düzünü deyil. Repetitor mütləq lazımdır ki, çünki ingilis dilində, başqa dillərlə əlaqədar mütləq müəllimə ehtiyac var. Və qalan şeylər isə ancaq özləri oxuyurlar. Sizin dövrünüzdə niyə repetitora, bizim dövrümüzdə elə repetitora ehtiyac yox idi? Bugün o ehtiyac yaranıb. Niyə repetitor yanına getməyən şagird tələbə adını qazana bilmir? Məktəblərdə o zaman təhsilin səviyyəsi deyirsiniz, istiqanə edir. O cür mən deməzdim, bilirsiniz. Məsələn, bugün bizdə statistik məlumatlar gəlir. Bəli. Kənd məktəblərində birbaşa gəlir 500, 700, Deyirsiniz, onlar müəllim yanına getmir. Müəllim yanına getmir. 600 bal toplayırlar. Gələnlər var ki, məsələn, müxtəlif Azərbaycan bölgələrindən adi orta məktəbdə oxuyur. O oxumaqla əlaqədar olan bir məsələdir. Şəhər məktəblərində də var, yəni böyük şəhərlərimizdə də var, Gəncədə də var, Sumqayıtda da var. Məsələn, Naxçıvan Muxtar Respublikasından mən seçilmişəm. Orada demək olar ki, bəlkə 80%-ə çatıbdır. Baxın, bir məqam qeyd elədiniz ki, kənd məktəblərində daha çoxdur, müəllim yanına getmədən
məktəbdən təhsil alıb, universitetə qəbul olanlar, hörmət eləyirəm fikrinizə, amma mən bir balaca bu məsələdə fərqli düşünürəm. Bir məqam da var, bəlkə o uşaqların kənd məktəblərində oxumaqdan başqa, belə deyək, başqa variantları yoxdur. Çünki Bakıda olan uşaqlar əyləncə var, adi belə deyək, interneti götürün, bütün gün telefonda. Təbii. O məqam da var axı. Bu məqam internetdir, TikTokudur, başqasıdır, Instagramıdır. Hamısı bilirsiniz ki, bugün ciddi problemdir. Cəmiyyət üçün də ciddi problemdir. Və biz nəzər salsaq görürük ki, elə bax, bu gün mən səhər bir mətbuat orqanından oxudum. Deməli, bir gündə 5 nəfər qadın öldürüblər. Birinin atası öldürüb, birinin qardaşı öldürüb, birinin nə bilim nə öldürüb. Niyə öldürürlər? Öldürüblər. Hamısı o TikTokun, o birisinin şeydə şəklini görüb, nə bilim kimlənsə yazışmasını görüb və yaxud da nə bilim nə. Bax, bunlar bizim cəmiyyətə bilirsiniz, çox pis təsir edir. İndi təsəvvür edin, gündə 5 nəfər adam ölürsə, belə şeydən ötürü gör, bir ayda nə qədər eləyəcək bunların sayı və yaxud da illərdən nə qədər eləyəcək. O baxımdan mən hesab edirəm ki, bu məsələlərdə hansısa bir formanı biz tapmalıyıq, hansısa bir xüsusi proqram qəbul eləməliyik. Bugün dərslərin sayı çoxdur, yükü də çox ağırdır. Mən bir dəfə qaldırmışdım, səhər sumkanı qaldıranda ən azı 12 kilodur. 7-dən gedirlər, belə deyək də. 4-də qayıdırlar, 4-dən sonra da başlayırlar deməli, ev tapşırıqlarını hazırlamağa və indi nə idmana gedən var, nə belə deyək də, kinoteatra gedən var, nə musiqiyə gedən var, nə digər. Çünki bunlara zaman lazım. Biz tək elə bir, hamısı bunlar alim olmayacaq ki, bunun içərisində əsgəri də olacaq, bunun içərisində futbolçusu da olmalıdır, bunun içərisində güləşçisi də olmalıdır, boksyoru da olmalıdır. Bəs bunlar olmayandan sonra ölkə necə inkişaf edir? Hər tərəfli insan yetişdirməliyik biz, formalaşdırmalıyıq. O baxımdan hesab edirəm ki, bu məsələyə ciddi şəkildə addım atılmalı. İkinci, o qeyd elədiyiniz repetitor məsələsi nədən ibarətdir? Deməli, Təhsil Nazirliyinin proqramı ilə test komissiyasının proqramı başqa-başqadır. Təhsil bu təhsili alır, bu təhsili verir. Əslində, o təhsil üzrə imtahan verir. Bilirsiniz ki, bitirdikdə imtahan verir və 300 bala qədər almaq imkanı və yığmaq imkanı var. O daxil olur, deməli, onun institutda qəbul olanda o balın üzərinə gəlir. Gəlir orada başqa proqram düşür ortaya. O proqram məktəbdə keçilmir. O proqramını öyrənməkdən ötəri məcbur olur müəllim yanına getməkdir. Günah kimdədir bax burada? Burada təkmilləşməlidir. Biz neçə dəfə qaldırmışıq ki, bu bir dəfə imtahan verməlidir. Ümumiyyətlə, bizdə qurumlar bir-biri ilə əlaqəli niyə işləmirlər? Məsələn, bir yoldan gedirsən, təzə asfalt çəkiblər. 3 gündən görürsən, sonra görürsən ki, Azərsu qazdı, truba saldı. Sonra bir kanal, yenə də asfalt çəkdilər. Sonra keçirsən, görürsən, yenə qazıblar, kanalizasiya xətti çəkirlər. Yəni, niyə qurumlar bir-birindən xəbərdar deyil? Eləcə də bax, təhsillə bağlı. Tələbə qəbulu və Təhsil Nazirliyi. Niyə? Niyə bir-birindən əlaqəli işləmirlər? Hər özü üçün işləyir? Yenə deyirəm ki, bax, bunlar da nəticəsi sonda vətəndaşadır. Əziyyət çəkən biz vətəndaşlarıq. Vətəndaş olur. Bayaqları qadınlardan danışdınız ki, bugün səhər oxumusunuz, 5 qadın bir gündə qətlə yetirilməsi ilə bağlı. Baxın, dediniz, biri telefonda yazışır, biri şəkil çəkib qoyur və namus, qeyrət məsələsinə görə güya da indi bu hadisələr baş verir. Niyə bir qadın həyat yoldaşı ola-ola başqa bir bəylə, başqa bir kişi ilə, indi bilmirəm, başqa bir oğlanla, necə istəyirsiniz, elə də səsləndirin, yazışır. Nədir bunun kökündə duran səbəb? Niyə? Buyurun. Kökündə duran səbəblər çoxdur. Səbəblərin biri ondadır ki, bax, indi fikir verirsinizsə, biz yenə mətbuatdan oxuyuruq ki,
filankəs rayondan qaçdı, 2 uşağın qoydu, gəldi. Müxtəlif seriallardır. Bu seriallar insanların tərbiyəsini formalaşdırmaq əvəzinə, əksinə onların başqa istiqamətə yönəldirlər. Mən izləyirəm bəzi serialları ki, ancaq o istiqamətə xidmət eləyir. Müxtəlif verilişlərdir, televiziya verilişləridir, hansı ki, burada da sosial problemlər əvəzinə başqa məsələlər qoyulur və hamı baxır və başlayır o əhval-ruhiyyə ilə getməyə. Yenə deyirəm, telefondur ki, bu günləri onun vasitəsilə indi kimdən bir zəng gəlir, düşürsə, başlayır bunun dalınca yazışmağa, nəticə gəlir, çıxır. Təsəvvür eləyin, yenə statistikaya mən toxunacağım. 45-46 min bir ildə nicah olur bizdə. 45-46 min nicah olur. 16 min boşanma. Təxminən 30%. 3-dən biri. 3-dən biri boşanma. Özdə nə qədər çəkir? 2 ay, 3 ay, 5 ay, maksimum 1 il. Yəni il ərzində deyirəm də, bir illik statistikada göstərilir ki, 46 min nicah olubdur, bu qədər boşanma. Səbəb nədir sizcə? Səbəbləri çoxdur. Səbəbin biri ondan ibarətdir ki, bilirsiniz, insanlar elə düşünür ki, məsələn, valideynlərdə də burada təqsir var ki, mütləq bu qızın yaşı falana çatdısa, bu ailə qurmalıdır və yaxud da oğlanın yaşı bu yaşa çatdısa... Səvuş müəllim, 60-70 yaşında kişi qadın boşanır, bugün deyir, uyğun deyilik. Bilirəm, o da var bilirəm. Axı. Yox, yəni o da var da, bu da var. Yəni, müxtəlif orada, belə deyək də, məsələlər var. Valideyn müdaxilələri çoxdur. Bax, keçən də mən yenə məsələ qaldırdım ki, bu ipotekanı aşağı salmaq lazımdır. Yəni, o faizin, müddətin uzatmaq lazımdır. Rayon yeri ilə şəhər yerinə eyni ipoteka müəyyən etmək olmaz. Burada nədir? Evlənir, məcburdur ki, valideynlə bir yerdə yaşasın. İstər istəməz, problem yaranır. Bəs əvvəllər niyə bu söz söhbətlər yox idi? Əvvəl iki qardaş ata-anayla yaşayırdı. Əvvəl bu ümumi bir sistem vardı. Hamı çox çətinlik çəkirdi ki, bir ailənin dağılmasına cəmiyyət də yaxşı baxmırdı çox vaxt. İndi bugün cəmiyyət artıq... İctimai qınaq vardı. Bugün 70 yaşında, 80 yaşında kişilər çıxmışdı televizora ki, evlənmək istəyirik. Güclə qarşısını aldıq, dayandırdılar o verilişləri. Biri evinə görə almaq istəyir, biri pensiyasına görə almaq istəyir, biri nə bilim başqa məqsədlər üçün almaq istəyir və nəticəsi də gəlir çıxır boşanmaya da. Evlənənlər mütləq tibbi müayinədən keçməlidirlər. Qadın da kişidir. Və onu tibbi müayinənin nəticəsini gətirib deməli şeyə verdi, kəbin kəsdirəndə təqdim etdikdən sonra onların kəbini kəsilə bilər. Orada o qədər şeylər çıxır, negativ hallar çıxır ortaya. Üstbastır eləyirlər, gətirirlər. Sonra gəlir, üstü açılır, nəticə etibarilə yenə boşanma halları baş verir. Xəstəliklər olur, müxtəlif cür keçici xəstəliklər olur, ondan sonra digər çatışmamazlıqlar olur, ürək çatışmamazlıqları olur. Yəni, bu hallar çoxdur, müraciətlərlə əlaqədar bunlar deyir. Ürək çatışmamazlığına görə də boşanırlar. Dünya övlad gətirə bilmir, vəziyyət... Bax, övlad gətirmək demişkən bir məqam da var. Reproduktiv sağlamlıqla bağlı qanun layihəsi Milli Məclisə təqdim olunub. Bu sənədin ümumiyyətlə milli dəyərlərimizə uyğun olmadığını deyirsiniz siz və süni mayalanmanın əleyhinəsiz. Niyə? Süni mayalanma ola bilir. Süni mayalanma o halda ola bilər ki, mən başa düşürəm ki, bu indi müxtəlif o problemlər var. Süni mayalanma yolu ilə dünya uşaq gətirmək istəyirlər. Bu, dini baxımından doğrudan da ziddir. Yəni, əgər sənə Allah verməyibsə, sən əgər bir tərəfdən Allaha inanırıqsa, bir tərəfdən də gedib başqa yollara əl atır. Allah məsləhət versəydi, necə ki, İbrahim Peyğəmbərə İsmaili yetirdi, Allah dünyaya gəlmirdi də uşaq gətirdi. İndi sənə də məsləhət bilsə, verəcəkdir bunu. Amma orada bir məsələ var ki, süni mayalanmada süni istifadədir. Nədir?
artıq bu görür ki, deməli, bu kişidən götürək ki də süni mayalanmaya heç nə nəticə ola bilmir. Başqa insanlardan istifadə edir. O bizdə varmı? O bizdə yoxdur. Biz saxlamışıq da qanunu. Ona görə orada var. Digər məqamda öz həyat yoldaşından olduğu halda övlad razısınız. Yox, bir xanım çıxış elədi, qadın dedi ki, 32 nəvəm var mənim. Oğlumu süni mayalanma kimi istifadə edirlər, 32 adı, familiyası. Sonra onlar heç bir-birini tanımırıq. Qardaş, bacı, evlənə də bilər. Evlənə də problem ondan ibarətdir də. Bəs biz onu və yaxud da ki, indi yeni bir forması, bilirsiniz də, o suraqat ana deyirlər. Yəni, əgər qadın dünyaya uşaq gətirə bilmirsə, onun mayalanması başqa bir qadın tuturlar, ona pul verirlər. Ona baxırlar 9 ay. 9 ay baxırlar və bu dünyaya uşaq gətirir. Başa düşürsünüz, bu da yenə deyirəm ki, düzgün olmayan məsələlərdən biridir və indi onun ən pis cəhəti nədir? İmkanlı adamlar istəmir dünyaya uşaq gətirsin. Elə deyir, bu yolla bir adamı tapaq, uşaq bizimdir, qutardı getdi də. Yəni o Afaq Bəşir qızının tamaşada dediyi bir söz var, figürəyin pozular. Pozulma da, həminki ki. Bədənlərinin quruluşu pozular. Yaxşı, Allaha qarşı bu məqamda çıxırıqmı biz təkcə? Yox, çox məqamlar var. Məsələn, bir qadın plastik əməliyyata gedir, Allah gözəllik verməyib və yaxud da gözəldir, sadəcə olaraq bəyənmir özünü, gedir plastik əməliyyata. Əməliyyat bugün insanları görürsünüz ki, nə vəziyyətə salır artıq. Çoxları çürüməyə başlayıblar. Yəni, bu plastik əməliyyatın nəticəsidir və biraz şəhərə çıxıb baxsaz, hamının sifəti eynidir. Hamı bir-birinə oxşur. Elə bir ki, kukla da yığıblar, hamısının o kuklalar oraya eyni Barbielər. Deyirsiniz, Barbie oxşuyurlar, hamısı gözəldilər. Hamısı, baxan kimin görünür ki, saxtadır da bundan, hamısı saxtadır. Saxtalıq gözəllik deyil. Saxtalıq gözəllik deyil. Gözəllik təbiilikdir. Bir qadın plastik əməliyyatı niyə edir sizcə? Gözəl görünməkdən ötürü. Kimin üçün edir? Özünə görə edir, yoxsa qarşı cinsə görə edir? Əlbəttə ki, indi çox, bir 60% qarşı tərəfə görə, ictimaiyyətə görə və s. Səbəb budur. Səbəb budur. Bayaqları süni mayalanmadan danışdıq, övlad dünyaya gətirməkdən danışdıq, amma bir məqam da var. Başqasının həyat yoldaşından, kiminsə uşaqlarının atasından qeyri-qanuni övlad dünyaya gətirən qadınlarımız var, siz də bilirsiniz, mən də bilirəm bunu və bizim bəzi tanınmış simalar var ki, bunu efirlərdən, belə deyəm, mən təbliğ deyirəm ona, təbliğ deyirlər. O zaman bu formada uşaq dünyaya gətirmək olarmı? Halbuki heç atası da soyadını belə vermir. Siz bilirsiniz ki, Peyğəmbərimiz buyurub ki, ən böyük günahdır o. Deməli, ailəli qadının başqa ailədən dünyaya... Yox, qadın ailəli deyil, qadın subaydır. Amma kişi evlidir. O da olmaz. Qəti şəkildə olmaz. Yəni, o zina etmək dində ziyandır, bilirsiniz ki. Bu məsələ açıq şəkildə yazılır. Niyə kişilərimiz sevir zina etməyi? O hamıya şamil etmək olmaz axı. Yox, mən hamıya demirəm, ümumiyyətlə çoxluq. Var ki, adamlar belədir, var ki... Dindən danışırsınız, elə bizim həclərimiz var ki, bir çoxları zina etməyi sevirlər, dini bilə-bilə. Əslində, bilirsiniz, həccə getmək çox o vacibatdandır, 5 vacibat var ki, biri də həcc ziyarətidir. Həcc ziyarətinə gedən o vaxt gedə bilər ki, tam ona rəayət eləyəcək. Əgər tam ona riayət eləmirsə, o hacı deyil. Yəni, o zaten hacı qoymurlar, 10 dəfə geçsin. Tanıyırsınız da belə hacıları? Var. Ünsiyyətdə olanda nə danışırsınız? Deyirsiniz nəsə, ümumiyyətlə hansısa bir üzlərdə deyirsiniz? Olur ki, yasta olur ki, məsələn, eləsi var ki, varlı insanda gedib gəlib, yenə spirtli işçilər qəbul edir. Məsəl üçün, haca gedib gəlib. Onunla nə hacı olar onunla? Və yaxud da cəmaata aldatma yolunu tutur, cəmaatın malına girir və yaxud da onun hüquqlarını pozur.
belə adam. Tək bir məsələ deyil ki, tək o qadın məsələsi deyil. Bir çox məqamlar Bəli. var. Milli mənəvi dəyərlərimizi niyə qoruya bilmədik? Siz əslində deyim ki, bizə son vaxt qalan çoxdur, amma siz nəzərdə tutun ki, kənardan nə qədər dəyər ixrac olunur bu gün Azərbaycana. Avropada təhsil alan gəlir Avropadakı dəyərləri ixrac edir. 5 gün Dubayda qalan gəlir Dubaydakı yaşayış tərzin cəmiyyətə ixrac edir. Rusiyadan olan Rusiyadakı dəyərləri. Bunların içərisində qorunub saxlamaq çətin məsələ. Keçmişdə Sovetlər bir qapalı ölkə idi. Bu milli mənəvi dəyərlər qorunub saxlanılırdı. İndi məsəl üçün qadınla qadının ailə qurması, kişi ilə kişinin ailə qurması və s. özdə ki, Böyük Britaniya kimi ölkədə, Gollandiyada, götürək ki, Fransada, başqa bir çox da aparıcı Avropa dövlətlərində artıq bu öndə gedən məsələdir. Bizdən tələb eləyirlər. Bizdə indi Avropa Şurası, başqa təşkilatçı qərar qəbul edir ki, cinsi azlıqların hüquqlarını qəbul edir. Biz deyirik ki, bizim milli mənəvi dəyərlərimizə uyğun deyil, biz bunu qəbul eləyə bilmərik. Azərbaycanda qızlar mitinqə çıxırlar, baxmısınız siz də yəqin. Bəli, feministlər. Yürüyüş keçirdirlər. Azadlıq nədir? Azadlıq nədir? Qadınlarımız niyə azad olmaq istəyir? Azadlıq ondan asılı deyil ki, azadlıq insanın şuurunda olmalıdır, beynində, ruhunda olmalıdır. Sən azad insan olmalısan, azad öz ölkəvi, öz dövləti, milləti sevməlisən. Yoxsa azadlıq o deyil ki, mən nə istədim eləyəcəyəm. Qadınlarımızı qoruya bilirik? Çalışırıq. Çalışırıq, qoruyaq. Qadın kişiyə bir dayaqdır. Kişiyə ən düzgün yolu göstərən onun həyat yoldaşıdır. Çünki başqaları tərif deyəcək, başqaları səni alladacaq, başqalarını heç maraqlandırmayacaq da sənin etdiyin hərəkətlər düzüdür, səhvidir. Amma həyat yoldaşı mütləq o səhvləri qeyd eləyir ki, bax, falan yerdə səhv eləmişsən, falan yerdə ən doğrunu deyən həyat yoldaşıdır. Çünki birincisi o nə qorxur, nə çəkinir. İkinci tərəfdən də o sənə istədiyinə görə deyir. Həm də adıdır. Adıdır. O baxımdan da yenə deyirəm ki, qadın kişinin ən yaxın silahdaşıdır. Sevgi nədir bəs? Sevgi, o hərəsi bu sevgiyə hərə bir cür tərif verib də indi. Siz necə deyərdiniz? Məhəmməd Füzuli bir cür tərif verir. Nə bilim, Nizami Gəncəvi bir cür tərif verir. Məsələn, Məhəmməd Füzuli deyir ki, eşqdir mehrabı uca göylərin, eşqsiz ey dünya nədir dəyər? Doğrudan da elədir. Əlbəttə. Eşq tək qadına deyil ki, eşq Allaha da var, eşq valideynə də var, eşq dövlətə də var, eşq xalqa da var, millətə də var. Heç özünüzə sual vermişsinizmi? Qarşımdakı qadın məni niyə sevməlidir? Hansı xüsusiyyətlərimə görə sevməlidir? Əlbəttə, insan gərək özünə həmişə o sualı verir ki, mənim hansı keyfiyyətim digərindən yaxşıdır ki, bu keyfiyyət əsasında o sevgi ortada olsun. Nədir sizin hansı keyfiyyətiniz daha? Onu artıq mən özüm deyə bilmərəm. Bir kişiyə necə qadın lazımdır? Gözəl yoxsa ağıllı? Hiss edirəm ki, qadının elə daxili aləmi gözəl olmalıdır, zəngin olmalıdır və onda olan ağıllılıq o daxili aləmi də zənginləşdirir və xarici görkəmdir. Deyim, eşitməmsiniz, deyir, gözlər qəlbin aynasıdır da. Yəni, insanın qəlbi necədirsə, gözləri də elədir, baxanda. Bir kişi bəs niyə xəyanət edir sevdiyi qadına, sizcə? Nə məcbur edir onu ki, öz xanımını aldatsın, qəlbinə dəysin? Olur əhatə dairəsi, olur elə qadın tərəfindən şinlikləndirmə, başqa bir qadın tərəfindən şinlikləndirmə olur. O zaman qadınlarımız şeytandır yoxsa mələk? Yox, qadınlar mələkdir. Bəs o şirnikləndirən qadın kimdir? O da mələkdirmi? Şeytan özü mələkdir. Bilirəm, amma baxın, bəzi məqamı... Şeytan
özün sübut eləyə bilmədi. Ona Bəs bir var mənfi obraz, bir var müsbət. şeytana diqqət göstərmədilər. Ona görə də getdi şeytanlıq elədi. Deməli, o zaman İmtahandan keçmədi şeytan. o zaman başqa bir kişini yoldan çıxaran qadın Şeytandır başqa o. bir yerdə diqqət görməyən Da qadındır. qadındır, əlbəttə. Bəs ona görə şeytan deyildi. Niyə bəs lazımı diqqəti lazım olan yerdə o qadına göstərmirlər ki, başqa yerdə o diqqəti axtarır? Səbəb nədir? Onun müxtəlif xarakterləri var. Birincisi irsi də var burada. Genetik. Genetik də var. Bir ehtiyac da var. Ondan sonra Pulla sevgini almaq olur? o qədər də indi. Olur. Olur. O saat belə deyək də bir 10 qapını geçsin, bir 25 yaşında oğlan döysün və yaxud da 60 yaşında bir pullu kişi döysün. Görün kimə orada cavabı veriləcək. Oğlana. Maraqlı. Mən fikirləşdim, siz qızdan danışacaqsınız, gəldiniz oğlan. Oğlanlarımız niyə dəyişib yeri gəlmişkən? Ehtiyac üçündən qapı döyürlər. Niyə? O qarşılıqlıdır. O nicahlar bayaq qeyd elədiniz. O nicahların çoxusu müqavilə əsasında olan nicahlardır. Çoxusu planlaşdırılmış nicahlardır. Axtarışda olanlardır ki, filankəsin malı, dövləti var, tez ondan oğlanlar da o yolu tutur, qızlar da o yolu tutur çox vaxtı. Allahı sevmək lazımdır, yoxsa Allahdan qorxmaq lazımdır? Yox, Allahı sevmək lazımdır. Əgər sevsək qorxmarıq. Qorxmarıq. Çünki çox adam o sevgi yadına düşmür. Birdən dara düşəndə Allah yadına düşür. Görürsünüz ki, ya xəstələnəndə götürək ki, və yaxud da işi bir ağıra düşəndə və s. Niyə yaxşı gündə Allah Amma yadınıza? bütün günlərdə o Allaha dua eləsə, öz sevgisini bildirsə, o Allahdan qorxmaz. Hər gün Allaha dua edirsiniz. Bəli. Nə arzuluyursunuz Allahdan? Əmin-amanlıq hamıya necə özdə, tək özümə yox, xalqıma da, millətimə də, dövlətimə də, prezidentimə də əmin-amanlıq, can sağlığı. İçimizdə qorxu olmasa nə baş verər? Qorxu mütləq olmalıdır. İnsan qorxu olmasa içərisində hüdudların aşar. Aşmamışıq hələ hüdudlarımızı. Yox, o qorxu hərdən o insanı saxlayır. O qorxu olmasa çox işlərdən çıxırlar. Nədən qorxursunuz? Bilirsiniz, nədən qorxusu deyəndə, əslində belə baxanda mənim qorxmaq vaxtım keçib, yəni o yaş keçib. O qorxunun müxtəlif hədləri var da, məktəb vaxtı var, əskərlik vaxtı var və s. İndi elə həddir ki, heç nədən. Qorxmursunuz. Heç nədən. İtirməkdən qorxursunuz, qorxmursunuz. Yox, itirmək o başqa şeydir də. Bəs məndən qorxudan danışırdınız. İnsan öz əzizlərini itirməkdən qorxur, götürək ki, və digər məsələlər. Ümumilikdə, amma onu da adi qaydada baxmaq lazımdır. Yaşamaq asandır, ölmək. Ölməyə nə var ki? Başımı qoyursun yeri, səhər durmadın, qutardı, getdi. Gəlib bir Yasin oxuyacaqlar. Ölümdən ölümə də fərq var. Yasin oxuyacaqlar, qutardı, getdi. Amma yaşamaq da oradan da çətindir və həmişə mən demişəm, insan gərək düşünə, ən gözəl günləri insan hələ yaşamadıqlarıdır. Yaşadıqları bəllidir, arxadadır. Amma ən gözəli qarşıdadır, sən onu bilmirsən. Bəlkə ən pis günlər qarşıdadır, onu da bilmirik. Yox, o insan gərək özünü səfərbər eləyirsə, məqsədi alidirsə, məqsədi düzdürsə, ən gözəl günləri yaşamadığı üçün. O zaman hələ gələcəyə ümidiniz böyükdür. Əlbəttə. Ölüm bəzən qurtuluşdurmu? Ola bilər. Elə adamlar üçün ən yaxşı şeydir. İnsan var. Necə adamlar üçün? Çoxdur o xarakterli insanlar. Baxın, bayaqları şeytandan, mələkdən danışırdıq. Əslində mənfi və müsbət obraz kimi deyirəm. Balaca uşaq görəndə biz qız uşağı görürük. Deyirik ki, ay şeytan. Bəli. O zaman
niyə biz şeytanı bu anda mələkmiş kimi, müsbət bir obraz kimi göstəririk? Niyə? Səbəbi nədir bunun? Yox, onu o bir sevmək mənasında, yəni bir onunla bir belə deyək də sanki o bir şeytan kimin qəlbinə girir insana. O zaman şeytan şirindir də. Şeytan girir də insanın qəlbinə. Deyir, qəlbimə şeytan girmişdi. Çox vaxt şeytan deyir ki, bir deyir, Allah şeytana nə deyir, qardaş, mən sənə neynəmişəm, mənə hələ toxuyursan. Şeytan bəzən insana doğru yol göstərə bilirmi? Yox, şeytan Allah'dır. 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 Heç şeytan sizi aldadıb, yoldan çıxarıb? O Allah'dır. Şeytan, qəlbimə şeytan girmişdi onu. Mələk kimi qadınla yaşamaq maraqlıdır, yoxsa şeytan kimi qadınla o uşaq obrazını nəzərə alıb deyirəm. Hansı daha rahat, maraqlı bir həyat olar? Mələk kimi qadın, yoxsa şeytan kimi qadın? Mələk kimi qadın aydındır ki, ilahi pərverdigarı onu mələk verib də, şeytanı da vermişdi, şeytan yolunu azdı. Mən başqa sual verirəm, siz başqa tərəfə gedirsiniz. Bu dünyada yaşamaq istədiyiniz həyatı yaşadınızmı? Bəli, mən özümü çox xoşbəxt hesab edirəm ki, istədiyim həyatı yaşadım və yaşayıram. Bəs o dünyada necə düşünürsünüz? İstədiyiniz məkanda olacaqsınızmı? Onu artıq mən müəyyənləşdirə bilmirəm. Çünki biz onun heç birimiz onu deyə bilmərik. Nə istəyirsiniz? Harada olmaq istəyirsiniz? Hamı istəyir cənnətə düşsün də, başa düşürsünüz. Amma onu biz müəyyən etmirik ki, cənnətə düşəsən ya cəhənnəmə düşəcəksən. Amma ən yaxşısı ikisinin ortasında durmaqdır. Yol göstərəsən, biri sağa getsin. Verilişin çəkilişinə yaratdığı şəraitə görə Halikarnasola təşəkkür edirik. Sizə özəllikləri ilə seçilən Halikarnas holu təqdim edirik. Bura toy şənlikləri, istənilən özəl tədbirlər üçün əsl arzuladığınız məkandır. Göz oxşayan dizayn, fərqli işıq sistemi, səs akustikası qonaqların könlünü xoş, təəssüratlarını unudulmaz edəcək. Mətbəxdə hazırlanıb süfrəyə düzülən təamların dadı və dizaynı isə bütün bu özəlliklərin daha bir təcəssümüdür. Peşəkar kollektiv əzmkarlığı ilə xidmətinizdədir. Halikarnas sevgidadır.